İnsert tabının aletler paneliyle devam edirik. Sizə əvvəlcə qarşılayır figurlar. Kiçik bir figur yerləşdirək. Bu qutularımızı silək. Figurları biz figurun daxilində olmadıqda, başqa bir kənarda olduqda baxın, elə bir tabımız yoxdur. Biz figura klik etdikdə bizə shape format, yəni figur format adlı panel gəlir. Sol tərəf üçün isə eyni figur formatı var. Daha doğrusu digər figurlar paneli gəlir. Bunlardan hansını istəsəz əlavə edə bilərsiniz. Kimi bir sahə yaranır. Yəni bunlar cəhd müraciət üçün yerləşdirilmiş sahələrdir. Daha sonra shape formata gəldikdə məncə buralarını artıq əzbər bilirik. O səbəbdən sadəcə shape format daxilində, yəni burada bir daha izah edəcəyik. Artıq digər bu rəng panellərində eyni paneli bir daha izah etməyəcəyik. O səbəbdən diqqətli dinləyin. Sizə əvvəlcə qarşılayır hazır şablonlar. Bu şəkildə istədiyinizi seçə bilərsiniz deyir. Və yaxud da ola bilər ki, biz bunu dəyişdirmək istəyirik. Figurun daxili rəngini sadə rəng verə bilərik. Başqa bir rəng özümüz tapa bilərik. İki üsul ilə. Başqa bir əgər, belə deyək, bura bir şəkil əlavə edək. Məsələn, kənarda bir şəkil varsa, mənə figur həmin şəkil rəngdə lazımdırsa, gəlib buradan fırça əmrini götürüb, həmin şəkildən belə deyim, rəng seçib düzəldə bilərik. Baxın, yuxarı paneldə eyni rəng oldu. Daha sonra figur, yəni verdiyimiz figurun daxilinə şəkil yerləşdirmək üçün bir sahə gəlir. Bunu da digər dərsdə öyrənmişik. Biz buradan hər hansı birinə daxil olub istədiyimiz şəkili seçə bilirik. Artıq kvadrat figurumuzun daxili rəngi budur. Gradient əmri. Demişik, gradienti hər zaman istifadə edirsiniz mor gradient əmri ilə. Buna basdıqda sizə sağ tərəfdə bir sahə yaranır. Buradan gəlirsiniz gradient fayl əmrinə. Gradient rənglərin qarışımıdır. Sizin seçdiyiniz rənglərin qarışımı. Gəlirsiniz butonlardan birini seçirsiniz. İstədiyimiz rəngi ora yerləşdiririk. Bu şəkildə özünüzə bir çalarlar hazırlaya bilərsiniz. Yenə qaydaq shape formata. Ən sonda isə tekstur sizə verilən hazır şablonlar qarşılayır. Yəni bu hazır şablonlardan birini istifadə edə bilərsiniz. Gəlin indi baxaq sağ tərəfə. Shape faylın daxilində işlətdiyimiz əmrlərin hər biri sağ tərəfdə də var. Baxın, format shape. Bu ikisi eyni paneldir. Heç bir rəng olmayacaq. Sadəcə rəng yerləşəcək. Gradient hazırlanacaq. Pixels şəkil əlavə ediləcək. Dekorlu bir şəkil yaradılacaq. Və bu qədər. Eyni əmrlər outline-a, yəni kənar sərhəddə border əmrində keçərlidir figurların. Gəlin bunu daxilini rəngləndirək yenidən. Kənar sərhəddə gəldikdə rəng seçə bilirik. Baxın. Çox böyütdük. Məncə görə bilirsiniz. Baxın, bu qara sərhəddir. Həmin qara sərhəddin ölçüsünü dəyişdirə bilirik. Çox qalındır artıq. Görünüşünü dəyişdirə bilirik. Baxın, normalda xətt idi. Artıq sadəcə qırıq-qırıq xətlər eləyə bilərik. Və bununla da yekunlaşır. Kənar sərhəddi. Çalışın hər zaman daxildəki rənglə eyni qoyun. Bu halda, belə deyək, o vərəqlər arası pürsüzlük, belə deyək, pozulmur. Yəni o dərəcə olduğu kimi qalır. Figur formatı. Figur formatını burada tam keçirik. Digər panellərdə baxmayacaq. Figur formatına daxil olunduqda bizi birinci 3D görünüş sahəsi qarşılayır. Figurunuzun bu şəkildə görünməsini tərtib edə bilərik deyir. Daha sonra shadow, yəni kölgə əmrləri açılır. Figurun istənilən sahəsinə kölgə verilər kimi bir sahə gəlir. Arxadan figuru kiçildim. Baxa bilərsiniz. Bunları da girib öyrənə bilərsiniz. Biz Word proqramını keçəndə deyirdik ki, bunları Word-da istifadə etmirik. Amma PowerPoint-da çox rahatlıqla istifadə edə bilərik. Hətta istifadə etmək sizin bu proqramı daha yaxşı bildiyinizin bir göstəricisi ola bilər. Görünüş dərəcəsi, daha doğrusu güzgü dərəcəsi, yəni şəklin aşağısına yansıması.
əmri var. İstənilən dərəcəli seçə bilərsiniz. İşıqlandırma əmri var. Şəklin ətrafına hazır gələn işıqlardır. Buradan başqa rəng də əlavə edə bilərik. Məsələn, sizin şəkliniz bu rəngdə idirsə, fiqurunuz həmin rəngdə belə deyək, işıqlandırma seçə bilərsiniz. Fiqurun görünürlük dərəcəsi. Buna belə deyək, bəlkə modelləşdirmədən xəbər olan yoldaşlarımız bilə bilər. Buna da 3D kimi baxa bilərik. Fiqurun qalınlıq panelidir, qaranlıq paneldən hazırlanmasıdır. Bunlar PowerPoint və Word-də çox rahat istifadə oluna bilmir. Çünki nəzərə alırıq ki, bizim öyrəndiyimiz redaktorlar modelləşdirmə sahəsinə aid deyil. Daha sonra 3D rotation gəlir, yəni fiqurun çevrilmələri yenə istiqamət kimi presetlə eyni sahəni qarşılayır. Sadəcə 3D rotationda daha çox tiplər var. Sağa, sola, yuxarı, aşağı, yıxılı. Yəni hər bir üsul var. Bunlar da girib araşdıra bilərsiniz. Daha sonra sizə sağ tərəfdə gəlir word art, yəni hərflərin ayarları. Bayaqdan öyrəndiyimiz əmrlərin hər biri eyni şəkildə qalır. Sadəcə bayaqları kvadrata aid idi. Artıq kvadrat daxilinə yazdığımız məlumatlara aiddir. Yəni içinə yazdığımız tekstlər, məlumatlar var. Buradakı ayrılar ona aiddir. Hazır şablon istifadə edə bilərsiniz və yaxud da özünüz yarada bilərsiniz. Yəni şrifti biraz böyüdək, ekrandan rahat görünsün. Məncə aydın şəkildə görünür. Yenə kənar sərhəd dəyişdirilə bilər, ölçüsü artırıla bilər. Tekst effektləri də verilə bilər. Burada digərlərindən 2 dənəsi yoxdur. Məsələn, prezent vardır, 3D görünməsi kimi. 3D fırlama mövcuddur, amma 3D görünməsi yoxdur. Və də burada biraz fərqli oxunuş üsulları var. Yəni yazdığınız sözlərin bu şəkildə belə deyim, düzələ bildiyini göstərir. Bunlar sizin artıq əyləncə tərəfinizdir. Girib araşdırıb istədiyiniz tipi seçib istifadə edə bilərsiniz. Yazını silirik. Bir dənə də dairə işarəsi əlavə edək. Yenə gəlirik sağ tərəfə. Baxın, dairəni sonradan əlavə etdiyim üçün fiqurun üzərindədir. Mən dairəni arxaya vermək istəyirəm. Bu halda basıram arxaya keçməsini. Önə gətirmək istəyə bilərəm və arxaya apara bilərəm. Selection paneli basdıqda sizə panel açılır. Bu daha çox PowerPoint-da istifadə olunur. Yəni, Word-da bunu istifadə etmirdik. Bunun səbəbi PowerPoint haqqında məlumat çox ola bilər. Textboxlar ola bilər, şəkillər, animasiyalar, transitionlar, yəni hər şey əlavə etdikcə bu normal olaraq vərəqdən yer aparır. Ola bilər ki, mən bu dairəni belə qoymuşam arxada. Bunun içində dəyişiklik etmək istəyirəm. Amma bu kvadrat mənə belə deyək, problem yaradır. Kvadrat fiquruna gəlirəm, onu gözünü belə deyim, göz şəklinin üzərinə klikləyirəm. Yəni onu artıq gizliyə alıram. O vərəqdə var, heç bir yerini dəyişmir. Mən istədiyim kimi bu fiqurda dəyişiklik edə bilərəm. Daha sonra yenidən belə deyim, görünürlüyünü bərpa edə bilərəm. Artıq mənə heç bir müşahidə belə deyək. Bizə heç biri problem yaratmamış olur. Paneli bağladıq. Daha sonra istiqamət adlı bir əmrimiz var. Seçdiyiniz fiqurlar var. Fiqurları PowerPoint-da eyni anda seçmək üçün istifadə edirik. Kontrol əmrini, klaviaturadan kontrol basılı saxlayaraq hər iki əmri seçirsiniz. Daha sonra buradan top əmrini, mərkəzdən birləşmə, sondan birləşmə əmri verə bilərik. Sol tərəfdə fiqurların birləşməsini, mərkəzdə və belə deyək, sağda birləşməsini verə bilərik. Buna aydın görə bilmirsiniz, çünki fiqurlar məntiqən üst-üstə düşür. Yəni bu sağdan birləşmədir. Gəlin bunların yerini dəyişdirək. Kontrol əmrini dayandıraq. Yəni üzərində altında qaldığı üçün, baxın fiqur altında qaldığı üçün bayaqki birləşmələrdə şəkili görə bilmədik. Əgər bunu biz üstə gətirsək, baxın, mərkəzdən birləşir, sondan birləşir. İkisini eyni anda seçsəz, bayaqki kimi üzərində işləyər. Məncə aydın oldu deyə düşünürəm. Ən sağda sizi ölçü paneli qarşılayır. Fiqurların ölçüsü. Dairələrin hündürlüyü hal-hazırda 2.87-dir. Bunu 3.5 edə bilərəm. Hündürlüyünü isə gəlin sadəcə 5 edək. Yəni bu ölçülərin tənzimlənməsi üçündür. Və sizin rotate əmriniz var.
Fiqurların çevrilməsi. Çevrilmə əmri kvadrat ilə dairədə çox bir işimizə yaramır. Çünki onlar çevrildikdə heç bir fərq yaranmır. Düzbucaqlıda yaranır fərq. Sadəcə yerini bilə bilərsiniz. Baxın, 90 dərəcəli sola, 90 dərəcəli sağa, 180 dərəcə və 0 dərəcə olaraq yerləşdirilib. Fiqurlar sahəmiz bu qədər. Bir də sizə dedik ki, biz gradiyentin sonunda mor gradiyent əmrini açıqda bizə sağ tərəfdə format shape adlı panel gəlir. Bəs bu normalda haradan açılır? Normalda gəlirsiniz dizayn tabına. Bəli, gələn dərsdə də keçəcək, amma bunu əvvəlcədən bilməyiniz vacibdir. Dizayn tabının ən sonunda background format var. Bu əmri açırsınız. Əgər fiqur seçili halda bu əmri açsaz, bizim bayaqki panelimizin eynisi aktivləşəcək. Baxın. Hətta əvvəlcədən seçdiklərimiz olduğu üçün qradiyenti falan basdıqda hazır şablonlarınız geri qayıdır. Əgər heç bir fiquru seçmədən background əmrini bassaz, artıq buradakı əmrlər səhifəyə, yəni vərəqə aid olmuş olur. Məncə aydındır deyə düşünürəm. Narahat olmayın, dizayn tabına daha ətraflı keçəcəyik. Aha, yeni bir səhifəyə keçid edək.